sizin ara sıra bu dinə münasibətinizlə də biz tanış oluruq. Bu yaxınlarda Azər Əsədin biz açıqlamasına baxırıq. O məsələn təkcə Azər Əsəd yox, bir neçə adam bu fikirlə çıxış eləyir ki, əgər bir din nifaq salırsa, ailə arasında, cəmiyyət arasında mən onu qəbul eləmirəm, biz onu nə edirik? Ümumiyyətlə İslama qarşı belə bir fikirlər səsləndirilir. Sizin mövqeyiniz nədir? Ümumiyyətlə bax, xüsusən də ələxsus bu qadınların hicab bağlaması məsələsində. Bilirsiniz, mən hicab könül işidir. O, onların haqqıdır, hüququdur, özləri bilərlər. Kiminsə baş örtüsünə mən qarışmaram. Bəs məktəblilərdə? Qətiyyən olmaz onun əleyhindəyəm. Baxın, orta məktəbə gedən, həddi buluq yaşına çatmayan qız uşaqlarını zorla başını örtmək olmaz. O, bəzən deyirlər ki, özü istədi bunu. 7 yaşında, 9 yaşında, 11 yaşında qız nə istəyə bilər? Onun dünya görüşü nədir ki, o hicab örtmək ya örtməmək üçün qərar verəcək. Məktəbin qayda qanunu var, hər dövlətin bir qanunu var. Mən düşünürəm ki, bax bunu həddi buluq yaşına çatana qədər toxunmamaq lazımdır bunlara. Buraxın ondan sonra qərar verərsə başını örtəcək, buraxın örtsün.